Hər vaxtınız xeyirli olsun değerli izleyicilerimiz. Bir dənə heyetivi gəlmişəm çəkməyə sizlərə. Xırdalan şəhəri 2-ci Milyonerlər məhəlləsində Jasmin Park yaşayış kompleksinin yanında. Tam təmirli, 2 mərtəbəli, 4 otaqlı, əşyalı değerli izleyicilerimiz. Baxın, heyet hissəsini çəkib təqdim edirəm. Sistemi kombidir, belə gözəl heyeti var. Rahat heyetinə bir maşın daxil olur. Kürsülü, 4 daş, 5 daş kürsülü. Bir daha belə heyetini sizə çəkim təqdim edeyim. Sistemi kombidir, değerli izleyicilerimiz. 2 mərtəbəli, 4 otaqlı. Paket kupçalı, sənəd əldədir. Hazır ev, köç yaşa, əşyalı. Bax, belə kladovka kimi var. Evin artıq əşyalarını yığa bilərsiniz. Üzbözdə hamam sanuzeli. 2 mərtəbədir. 2-ci mərtəbəsində də değerli izleyicilerimiz, hamam sanuzel var. Bax, belə bir mətbəxi var. Gördüyünüz kimi mətbəxdə hər şey qalır. Soyuducusan kimi paltaryan maşın, sosu, hamısı qalır. Burada da şkaf kimi pləkan altında artıq əşyalarınızı yığa bilərsiniz. Geniş, səliqəli belə qonaq otağı var. Görürsünüz necə səliqəlidir. Evdə nə görürsünüz değerli izleyicilerimiz? Evdə qalır. Tam təmirli. 2 mərtəbəli, 4 otaq. Qalxaq 2-ci mərtəbə ilə sizi tanış edim değerli izleyicilerimiz. 2-ci mərtəbəyə daxil olduq. Baxın, belə bir gözəl 2-ci mərtəbədə dəhliz hissəsi var. Bax, kondisioneri də var. 2-ci mərtəbəyə daxil olduq. Bir yataq otağı burada yerləşir. Evdə gördüyünüz bütün əşyalar qalır değerli izleyicilerimiz. Xırdalan şəhəri Jasmin Parkın yanında. 8 nömrəli məktəbə piyada məsafə. Tam təmirli, kupça əldə, şirin qiymətə, əşyalı değerli izleyicilerimiz. Baxın, bir yataq otağı burada yerləşir. Bu yataq otağından yəni eyvana çıxışı var. Gördüyünüz kimi məhəlləsi genişdir, asfaltdır, səliqəlidir. Quru bir ərazidə yerləşir. Keçək digər yataq otağından sizi tanış edim. Bu da sonuncu, 3-cü yataq otağımız. 2 mərtəbə, 4 otaq. Evdə nə görürsünüz qalır. Qiymət 115.000 manat. Son deyir. Real alıcı olsa ev sahibi tərəfindən endirim olunacaqdır. Kupça əldədir. Rahatçılıqla asar xidmətdə notarusda evə, yəni kupçanı almaq olar. Kimə maraqlıdır, səhifədə nömrə var, əlaqə saxlaya bilər. Sağ olun, var olun.